Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Gəlin videoya keçək. Bir nömrəli sualda bizə deyir ki, qapalı keçirici konturda yaranan induks elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiki verilmişdir. 5 saniyə ərzində konturla hüdudlanmış səthdən keçən maqnit selinin dəyişməsinin modulunu hesablayın. Biz bilirik ki, induksiyanın zamandan asılılıq qrafiki veriləndə qrafikin altda qalan fiqurun sahəsi bizə delta fini verir. Onda tabaq, qrafikin altda qalan fiqur trapesiyadır. Trapesiyanın sahə düsturunu yazıram və yerinə qoyuram. Burada deməli, böyük oturacaq 5-dir. Üstə gəlirəm. Kiçik oturacaq 2 ilə 5-in aralığı 3-dür. Bölürəm 2-yə, vururam. Hündürlüyü isə 2-dir. Buradan da ixtisarlarımı aparsam, cavabı alıram 8 Weber. 2 nömrəli sual. İnduktivliyi 4 mH olan sarğacdakı cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Sarğacda yaranan öz-özünə induksiya elektrik hərəkət qüvvəsini hesablayın. Öz-özünə induksiyanın düsturu epsilon bərabərdir. L delta I bölünsün delta T'dir. O da bərabərdir. L-i verib 4 mH vururam. Delta I 12-dən 2 çıxıram 10 bölünsün delta T 8. Bu da mənə verir 5 mV. Millivolt daha doğrusu. Cavab olur 5 millivolt. 3 nömrəli sual. Verilmiş qapalı keçirici konturdan keçən maqnit selinin zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin hansı hissəsində induksiya elektrik hərəkət qüvvəsi yaranır? Mən bilirəm ki, fidən zamana görə törəmə alanda mənə EHQ-nı verir. İndi burada baxıram ki, fi 3 hissəsində 0-dır. 0-dan törəmə alsam 0 verir. Yəni 3 hissəsində induksiya yaranmaz. 1 hissəsi sabit ədəddir. Sabit ədədin törəməsi 0 verir. Deməli 1-də də yaranmaz. Onda bir dənə qalır 2 ilə 4. 2 ilə 4-də induksiya elektrik hərəkət qüvvəsi yaranır. Cavab olur 2-4. Keçirəm 4 nömrəli suala. Bizə deyir ki, birinci sarğacdan keçən maqnit seli fi olarsa, ikinci sarğacdan keçən maqnit seli nəyə bərabər olar? Mən burada yazıram fi bərabər L. Fikir verin. Burada induktivliklər hər ikisi üçün eynidir. L-i açmıram. Mən in açacağım. Bu bölünsün L-lə açıram. O bölər yazıram və fikir verin. Burada bunlar paralel birləşib. Paralel birləşmədə gərginliklər də bərabərdir. L də bərabərdir. Onda maqnit seli müqavimətlə tərs asılır. Onda yazaram fi 1-in fi 2 olan nisbəti bərabərdir. R2-nin R1 olan nisbətinə. Fi 1-in yerinə qoyuram fi, bölünsün fi 2 bərabərdir. R2-nin yerinə R, R1-in də yerinə 2R. R-lər də ixtisar gedir, çarpaz vuranda fi 2 bərabər olur 2 fiyə. Cavab oldu 2 fi. 5 nömrəli sual. Müqaviməti 0.3 ohm, sahəsi 6/-4 kvadrat metr olan qapalı keçirici kontur bir cisim maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşir. Maqnit sahəsinin induksiyası 0.6 Tesladan 0.2 Teslaya qədər azalarkən naqilin enkəsindən keçən yükün miqdarını millikulonla hesablayın. Deməli, birinci delta fini taparam. Delta fi bərabərdir. Delta B vurulsun S-ə. Delta B nədir? 0.6-dan 0.2 çıxıram 0.4. Vururam S-ə, yəni 6 vurulsun 10^-4-ə. Bu da onda mənə delta fi verir. Delta fi bərabərdir. 2,4 vur 10^-4. Daha sonra Q-nün düsturunu yazıram. Q bərabərdir. Delta fi bölünsün R. Delta fi'nin yerinə yazıram 2,4 vur 10^-4. R-in də yerinə 0,3 yazıram. Bunları da ixtisar aparanda düşür 0,8. 0,8 millikulon. Cavab olur 0,8 millikulon. Gəlirəm 6 nömrəli suala. Qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli qanunla dəyişir. Konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi modulunun zamandan asılılıq qrafiki. Birinci, fidən törəmə alanda epsilonu verir, bunu bilirik. Fidən zamana görə törəmə alanda 2-nin törəməsi 0-dır, 5-nin törəməsi də 5-dir. Yəni, mən EHQ-nı sabit ədəd alıram. Onda bunun grafikini çəkəndə də epsilonun zamandan asıllığını, qrafiki baxın belə 5-dən sabit olacaqdır. Bu qədər. 7 nömrəli sual. Uzunluğu 0,1 metr olan naqil, induksiyası 0,4 Tesla olan maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə 3,6 km/saat sürətlə hərəkət etdirilən naqilin müqaviməti 0,2 ohm olarsa, onda yaranan cərəyan şiddətini hesablayın. Deməli, birinci növbədə mən burada sürəti çevirməliyim. V-ni yazıram 3,6-nı vururam 18-də 5-ə metr/saniyə keçirəm. Buradan da
İxtisarıma aparsam 10 düşər, bu 2 düşər. 20-nin 10'u da ona bölsəm 1 düşər. Sürəti 1 tapdım. Epsilon induksiyanı taparam BV elə görə. Deməli, B 0.4'dür. V'ni 1 tapdım. 50 də 0.1. Bu da edir 0,4. E-hüququnu da tapdım mı? Sonra da məndən cərəyan şiddətini istəyir. I induksiya bərabərdir epsilon bölünsün R-ə. O da bərabərdir epsilon 0,4 tapdım. R-də 0,2'dir. Bunu da 0'ın çəksəm bu 5'də 1 edir. Yəni 0,2 amper düşər. Cavab olur 0,2. 8 nömrəli sual. Qapalı keçirici konturda yaranan induksiya cərəyan şiddətinin modulunun zamandan asıllıq qrafiki verilmişdir. Konturdan keçən maqnit selinin zamandan asıllıq qrafiki hansıdır? Mən bilirəm ki, epsilonun düsturu vardı. I bərabərdir induksiya epsilon I bölünsün R. Buna görə baxanda I ilə epsilon düz asılıdır. I ilə epsilon düz asılıdırsa, əgər I-nin qrafiki düz xətdirsə, epsilonun da zamandan asıllığı bax belə düz xətdir. İndi bunu tapandan sonra mən fikirləşirəm ki, mən epsilonun qrafikini necə alırdım? Fidən zamana görə törəmə alanda mənə E-hıqını verirdi. Deməli, belə çıxır ki, mənim finin qrafiki elə olmalıdır ki, mən ondan törəmə alanda düz xət versin. Mən də nə vaxt düz xət alaram bunu? Kvadratikdən törəmə alsam. İndi bunu mən sizə aşağıda misalla da göstərəcəm. Fidən zamana görə törəməsi, əgər finin zamana görə qrafiki kvadratikdirsə, mən ondan törəmə alanda düz xət alaram. Yəni, cavab budur. İndi bunun niyə elə olduğunu deyim. Məsələn, baxın. S-in zamandan asıllığını biz necə götürürük? Yeyinləşən hərəkətdə. Kvadratik, düzdür. S-dən törəmə alanda yer dəyişmənin törəməsi bizə sürəti verir. Sürətin qrafiki necə olur yeyinləşən hərəkətdə? Eyni induksiyanki kimi düz xət. İndi mən sizə bunu tənlikdə göstərim. Məsələn, S-in tənliyinə yazıram. 6t üstə gəlsin 2t kvadratı. Bu kvadratik qrafikin tənliyidir. Mən bundan törəmə alanda sürəti verir mənə 6 üstə gəl 4t. Fikir verdiniz, artıq bu kvadratik deyil. Bu düz xətdir. Düz xətli koordinatın tənliyidir. Eyni şəkildə burada da eyni şeydir. Necə ki, S-dən törəmə alanda V-ni verirsə, F-dən də törəmə alanda E-hıqını verir. Ona görə də F-nin qrafiki kvadratik olaraq götürülür. 9 nömrəli sual. Radius 50 cm olan dairəvi səth induksiyası 1.6 Tesla olan bir cins maqnit sahəsində induksiya vektoru ilə 30 dərəcəli bucaq əmələ gətirir. Səthdən keçən maqnit selini hesablayın. Birinci növbədə konturu çəkirəm. Deməli, bu konturun səthinin sahəsini qeyd edirəm. Yəni, S-i. Baxın, qeyd etdim. Sonra səthin normalını çəkirəm buradan. Bu istiqamətdə. Belə. N yazıram və B induksiya xəttini çəkirəm, baxın belə. İndi burada mənə deyir ki, B ilə səth arasındakı bucaq 30 dərəcədir. Yəni, burada yaranan bucaq 30 dərəcə verib. Onda B ilə N arasında qalan bucaq 60 dərəcədir. Çünki bura 90 dərəcə olmalıdır. Deməli, bunu 60 dərəcə tapdım. Fi bərabərdir. BS kosinüs alfa yazsam, kosinüs alfa B ilə N arasında qalan bucaqdır. Onu da 60 tapdım. Onda B-nin yerinə qoyaram 1.6 vurulsun. S-in yerinə qoyacam pi r kvadratı. İndi pi 3'dür. R kvadratım 0.5 metr edir. Santimetr çevirəndə. Onun da kvadratı 0,25. Vurulsun. Kosinüsüm də 60'da alır. 2'də 1. Qoyuram 2'də 1. Buradan da ixtisarlarımı aparsam belə qalır. 0,8 vurulsun 0,75. 0,8 də 0,75'e vursam cavab edir 0,6 V1. Yəni oldu 0,6 V1. Gələk 10 nömrəli suala. İnduktivliyi 5 Henry olan elektromaqnit elektrik hərəkət qüvvəsi 120 volt olan cərəyan mənbəyinə qoşulmuşdur. Dövrəni açan anda cərəyan şiddəti 4 amper bölü saniyə sürətlə azalarsa, yaranan ümumi hıqını istəyir. Epsilon bərabərdir. Cərəyan şiddəti azalanda epsilon ümumini tapanda epsilondan çıxıram. Daha doğrusu epsilonun üzərinə gəlirəm. Delta I bölünsün L vurulsun. Delta I bölünsün delta T. O da bərabərdir. Epsilon 120'dir. Üstə gəlirəm. L 5'dir. Delta I bölü delta T də 4'dür. 5'i 4'ə vuranda 20. 120'nin də üstə 20 gəldi edir 140 volt. Cavab edir 140 volt. Gəlirəm 11 nömrəli suala. Bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti etdirilən naqilin uclarında yaranan induksiya elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki verilmişdir. Hansı qrafik bu naqilin yer dəyişməsi modulunun zamandan asıllığını ifadə
edir. Deməli, induksiyanın düsturu nə idi? Epsilon bərabərdir BVL sinus alfa. Yəni ki, epsilonla V'nin düsturları düz asılı olduqları üçün qrafiklər də eyni olurdu. Yəni, əgər mənə veribsə ki, epsilon T'dən asılılığı düz xətdir, onda bu deməkdir ki, V'nin T'dən asılılığı da düz xətdir. Əgər sürət zamandan asılı olaraq düz xət şəklindədirsə, bu hansı qrafik idi? Bax, buradan təzədən çəkirəm. V'nin T'dən asılılığı bu şəkildə olanda bu bərabər yeyinləşən hərəkətdir. Mən də bilirəm ki, bərabər yeyinləşən hərəkətdə S-in T'dən asıllıq qrafiki necə olur? Kvadratik, baxın belə. Və yaxud belə də baxa bilərik. S-dən törəm alanda mənə V-ni verir. Kvadratikdən törəm alanda düz xətti verir. Ona görə qrafikimizdə kvadratik qrafik olur. Gəlirəm 12 nömrəli suala. K çarını açdıqda sarğaçdan keçən maqnit. Birinci halda K çarı bağlıdır. K çarı bağlı olan halda dövrənin ümumi müqavimətini tapıram. Paralel birləşiblər R/2. Onda dövrədən gələn I ümumi cəryanım isə U bölünsün R-ə görə edir 2U bölünsün R. Bunu tapdım. İkinci halda K çarını açdıqda isə buradan artıq cəryan keçmir. Bircə dənə R ümumi müqavimətim R olaraq qalır. Onda I bərabər olur U bölünsün R-ə. Burada nə gördüm? Ana qoldan gələn cəryan əvvəlcə 2U bölü R idi, sonra oldu U bölü R. Yəni, cəryanım 2 dəfə azaldı. Mənə deyir, maqnit seli necə dəyişər? Fi bərabərdir, L-i düsturuna görə. L dəyişməyib. Fi də I ilə düz asılıdır. Əgər 2 dəfə azaldısa, deməli fi, yəni maqnit seli də 2 dəfə azalar. Cavab olur, 2 dəfə azalar. 13 nömrəli sual. Bir cis maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkət etdirilən naqilin təcilinin modulunun zamandan asıllıq qrafiki verilmişdir. Qrafiklərdən hansı bu naqildən axan induksiya cəryan şiddətinin zamandan asıllığını ifadə edir? Deməli, gəlin baxaq. Təcil sabit olanda sürətin qrafiki düz xətt olur da, bərabər təcilli hərəkətdə. V-nin T'dən asılı baxın bu şəkildə olur. Niyə? Çünki V-dən törəm alanda təcil verir. Biz düz xəttdən törəm alanda sabit edə dalırıq. V-ni aldım. Mən də bilirəm ki, epsilon düsturu nə idi? BVL sinus alfa. Sürətlə düz asılı olduğu üçün sürətin qrafiki necədirsə, epsilon da qrafiki eyni şəkildə olacaq. Buradan çəkirəm. Deməli, epsilonun da zamandan asılılığı düz xəttdə olur. Sonra da baxıram nəyə? İnduksiya cəryanınla epsilon necə asılıdır? Bunun üçün də yazıram induksiya bərabərdir epsilon bölü R. Görürəm ki, induksiya da epsilonla düz asılıdır. Epsilon qrafiki necədirsə, I cəryanımın qrafiki də o şəkildə olacaq. Yəni, düz xətt. 14 nömrəli sual. İnduktivliyi 2 Henry olan sarğıçdan keçən cəryan şiddəti qanunu ilə dəyişir. Koordinat oxları üzərində kəmiyyətlərin müvafiq qiymətlərini göstərməklə həmin sarğıçda yaranan induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiklərini çəkin. Deməli, uşaqlar, burada birinci növbədə bilirəm ki, I-dən zamana görə törəmə alıb induktivliyə vuranda E-hığını verir. Yazıram, epsilon bərabərdir. Mənfi L vurulsun iştirik T. Gəlin indi bu ifadənin qiymətini tapaq. Bax, mənfi L-imi qoyuram 2, vurulsun. I-dən zamana görə törəmə alanda 8-in törəməsi 0. Mənfi 3T-nin törəməsi mənfi 3, üstə gəlsin 2T. Buradan da mötərizəmi vurub atsam, E-hıqıya alıram ki, mənfilər gedir, müsbət 6 edir. 6 üstə gəlin, 6 çıxılsın 4T. İndi mən buradan bildim ki, artıq bu tənlikdən E-hıqım zamandan düz xətt şəklində asılıdır. Amma indi tapmalıyam ki, başlanğıc qiyməti neçədir? Yəni, məsələn, T bərabər 0 anında Y və X oxu üzrə koordinatları neçədir? Bunu necə tapacam? Birinci halda T-nin yerinə 0 qoyacam. Zaman 0 olanda görək qrafikimiz hardan başlayacaq? Epsilon bərabərdə 6 çıxılsın, 4 vurulsun 0. 6 edir. Deməli, başlanğıcda E-hıqım 6-dan başlayıbdır. Yəni, bu nöqtədə qeyd edirəm 6. İndi 6-dan başlayıbsa, deməli, bu getdikcə neynibdir? Belə düşübdür. İndi tapmalıyam ki, indi bax, bu 6-dan başlayıbdır, mən aşağı dedim. İndi məlum deyil də, yuxarı da gedə bilər. Gəlin, indi məsələn, zamanın yerinə 2 qoyaq. Görək, indi 6-dan qiymət azalırmı, artırmı? Epsilon bərabərdir. T-nin yerinə 2 qoysam, 6 çıxılsın, 4-ü 2-yə vursam 8. Fikir verin. Mənfi 2 alındı. Deməli, mən burada nə qədər ki zamanımı artırsam, zaman artırsa deməli hıqının qiyməti azalıbdır, tənliyimə görə. Ona deməli, mənim zamanım yerinə 2 qoymaram. Çünki E-hıqım azalıbsa, belə bir forma alıb da qrafikim. Getdikcə azalıb, bax, belə düşüb. Bəs nə vaxt sıfıra düşər E-hıqı? Zamanın yerinə 1.5 qoysam. Baxın, epsilon bərabərdir 6 çıxılsın 4T deyil. 6 çıxılsın 4 vurulsun 1.5 yazsam.
4'ü 1/5'e vuranda 6 edir. 6'dan da 6 çıxıram 0. Ehiq o zaman 0 olur. Baxın, bu formada çəkə bilərəm. Digər qiymətləri də qoymaq olar, onda artıq qrafikin mənfiyə doğru gedəcəkdir. Belə olur. Növbəti suala gələk. 15 nömrəli sual. İnduktivliyi 40 mH olan sarğaçda cərəyan şiddəti bu qanunla dəyişir. İlk 4 saniyə ərzində öz-özünə induksiya elektrik hərəkət qüvvəsi modulunun qiymətini və bu müddətdə dövrədən keçən yükün qiymətini tapın. Baxın, I1 var. Tənlikdə I0 üstə gəl. Epsilon T'dir da. I0'ım var. 2'dir. I2'ni də tapıram. Tənlikdə yerinə əgər T'nin 4 qoysam, 2/0/5'i 4'e vuranda 2 edir. 2'nin də üstə 2 gələndə I2'də 4 edir. Onda Higgin tapaq. Modulunu istəyir. Mənfini nəzərə almayacam. Delta I bölü delta T yazıram. L'in yerinə qoyuram 40 mH, yəni 40 vurun üstü -3. Vuraq. Delta i'nin yerinə I2'dən I1'i çıxıram 2 qoyuram. Bölürəm zamanım 4'e. Bu da edir 20 vurun üstü -3. Higgin tapdım mı? 20 vurun üstü -3 volt. Bunu tapandan sonra məndən istəyir ki, dövrədən keçən yükün qiymətini tapın. Yükü də tapmaq üçün uşaqlar İ'nin T'dən asıllıq qrafikini quracam. İ'nin hərəkət tənliyinə baxanda, yəni tənliyinə baxanda görürəm ki, düz xətdir. Onda İ'nin zamana görə tənliyini çəkəndə fikir verin, I1'im 2'dir, I2'm isə 4 olub. Yəni 2'dən 4'e doğru artmış olub. Baxın bu formada. Onda qiymətlərini yerinə qoysam, baxın cəryanımın başlanğıcına 2 qoyaram. Sonuna 4 qoyaram. Bu da hansı zaman anında artıb? 4'də. Onda heç nə, bilirik ki, İ'nin T'dən asıllıq qrafikində yük, qrafikin altda qalan fiqurun sahəsinə bərabərdir. Q bərabərdir S fiqur, figurumda trapesiyadır. A plus B bölünsün 2 vurulsun H. O da bərabərdir. A tərəfim, yəni oturacağımın bir tərəfi 2'dir. Üstə gəl. Digər oturacaq 4'dür. Bölürəm 2'yə, vururam hündürlük 4'ə. 2'nin üstə 4 gələndə 6, 6 2'yə bölürəm 3, 4'ə də vuranda 12. Deməli, yük dedir 12 kulon.